Chevrolet'də məncə qızdıranını görmüşük. Yağ axtan da görmüşük. Amma bu Chevrolet'in bu cür yolka vəziyyətinin olduğunu sizə çəkib bugün mən göstərirəm. Problem nədir? Götür qazı. Bax görürsünüz, qazı basırıq, avtomobil xodlu vəziyyətdədir. Avtomobildə qaz barəsində heç bir reaksiya yoxdur. Yəni ki, avtomobilin qazı ümumiyyətlə itib və deyir ki, gətir qaytarmış geriyə. Bu cür problem olanda adətən indi ustaların sevdiyi bir şey var ki, qoy gedərsən qardaş. Sonra gələndən sonra beyin dəyişildi, provodka dəyişildi 500 manat. Yox. Biz o cür işlər görürük. Bugün sizə bu cür maarifləndirici video çəkirəm ki, sizin də başınıza gəlsə, bilin ki, qardaş, bunun 500 manat xərci yoxdur. Sadəcə olaraq yarım dəqiqə vaxtınız alacaq. Problem nədir? Zaslonkaya düzgün vəziyyətdə komanda gəlməməz. Zaslonka komandanı hardan götürür? Götürür Bozxomer daskindən. Bozxomer daskini dəyişiblər, problem oradan qalxmıyor. Map sensoru dəyişiblər, problem oradan qalxmıyor. Katalizatordan götürür qismən çıxan xaric olunan hava qazlarının sadəcə olaraq kütləsini zaslonkaya ötürür ki, nə qədər xaric olunur, o qədər də qəbul olsun. Yəni o çıxsa belə neytral işləyir. O problem yaratır. Söndür maşını. Bu avtomobili söndürürük. Götür buranı. Zaslonkanı çıxardırıq. Mobil telefonu. Zamoku aç. Emin get özün otur. Ayağını qoy qaza. Gazdan çək. Qoy qaza. Gazdan çək. Görürsünüz, zaslonkaya istədiyi komanda gəlmir. Bax, buradan çıxardırıq ştekeri. Bax, görürsünüz bu vəziyyətdə. Bax, bu cür. Ştekerin digər hissəsi də bax, buradadır. Bax, bunu bu cür birləşdiririk. Ayağını qoy qaza, zamokat. Bizdə dəqiqə biz deyəsən, yaxşı vəziyyətdə birləşdirə bilməmişik. Gördünüz, zaslonkanın qəpi ilə vəziyyətdə qəbul olundu. Komandanı necə götürür? Qəpi daha çox hərəkət edir. Və bəzən isə qəpi tamamilə hərəkət etmir. Və indi iştekeri ayırırıq. Əlin qoy qaza. İtdi komanda. İtdi. Bəsindi. Bu nə deməkdir? Bu o deməkdir ki, zaslonkaya düzgün vəziyyətdə komanda gəlmir. İndi bilmirəm kim olub, necə olub. Bax, bu vəziyyətdə ştekerlər tamamilə əzilib. Düzdür, bunların hamısı bir yenidən işləniləcək. Amma əsas yaranan problem bax bu ştekerin bu vəziyyətdə sıradan çıxmasıdır. Yəni ki, zaslonkaya gələn komanda düzgün vəziyyətdə olmadığı üçün ona görə də bu cür fəsad yaradır. Bir dənə bu ştekeri birləşdirib problem aradan qaldıracaq. Məncə bu cür çəkişlərlə mən sizə kömək olurum. Amma bu cür çəkişlər etdikcə bəziləri bizdən götürür, sonra da bizim üzümüzə qayıdır. Amma yenə də canlar sağ olsun. Əsas odur ki, problemi tapıb mən sizə çəkib göstərirəm. Öpürəm, özünüzdən müğayət olun.